Tehran metrosu hazırda sığınacaq kimi fəaliyyət göstərir. Yeni Sabah Aznaurnir saytı adla məlumat verir ki, bu haqda İran paytaxtının rəhbərliyi sərəncam imzalayıb. Artıq metro 24 saatlıq iş rejiminə keçib. İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində İran rejiminin cinayətkar fəaliyyəti ilə tanınan nümayəndələrindən biri öldürülüb. İran polisinin rəisi Əhməd Rza Radan raket zərbələri ilə məhv olunub. Əlavə edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olan Radan qəddar fəaliyyəti İran rejiminə qarşı çıxan insanları işgəncə ilə məhv etməsi ilə ad çıxarmışdı. 2010-cu ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi insan haqlarının pozulmasına görə Radana sanksiya tətbiq etdi. Beyanata görə Radan polis qüvvələri komandirinin müavini vəzifəsində işləyərkən 2009-cu il prezident seçkilərindən sonra etiraz aksiyaları vaxtı etirazçıların döyülməsi, qətli və saxlanılmalarına görə məsuliyyət daşıyırdı. 2011-ci il aprelin 13-də Radan İran vətəndaşlarının hüquqlarını geniş və ciddi şəkildə pozduğuna və bir sıra qətllərə görə Avropa Birliyinin sanksiyaları siyahısına daxil olunub. Bunun polis qüvvələri komandirinin müavini kimi 2009-cu ildə seçkidən sonra keçirilən etiraz aksiyaları vaxtı polis tərəfindən döyülmə, qətl, əsassız həbslər və mitinq iştirakçılarının həbsi ilə məşğul olduğu bildirilirdi. 2022-ci ilin sentyabr ayında Məhsa Əminin öldürülməsinə etiraz olaraq başlayan və bir ildən artıq davam edən məcburi hicaba qarşı aksiyalarda 500 nəfər dinc insanın öldürülməsində Əhməd Rza Radan xüsusi fəallığı ilə seçilib. Hətta Radan İslami qaydalara uyğun saç saxlamayan və geyinməyən insanlara qarşı qəddar münasibəti və zorakılığı ilə də ad çıxarıb. İsrail kəşfiyyatı onun polis idarəsində olduğunu dəqiqləşdirəndən sonra binanı vurub və Radan məhv olunub.